İmam Həsən Əskəri əleyhissalam buyurur ki, oruc niyə vacib edildi sualına? Deyir ki, ona görə ki, zənginlər yoxsulları yada salsınlar. Yəni, bilsinlər ki, yoxsul insanlar var əhatədə, ətrafda. Bu ayın duasına baxın, görün nə qədər insan ucalır, belə dua edir. Deyir ki, Allahümmə əğni kullə fəqir. İlahi, bütün yoxsulları zəngin elə. Görürsünüz? Yaxud da Allahümmə əşbih kullə caim. İlahi, bütün acları doyuzdur. Və yaxud da Allahümmə əqsu kullə uryan. Bütün paltar olmayanları geyindir, üryan adamları geyindir. Allahümmə əqzi deynə kulli mədin. İlahi, bütün borclu olanların borclarını əda elə. Allahümmə əslih kullə fasidin min umuril muslimin. İlahi, müsəlmanların içində olan bütün xarablıqları özünü islah elə. Deməli, insan o qədər böyüyür ki, hamı üçün istəyir. Hamının islahın, hamının sağalmasın, hamının zəngin olmasını. Bu ruhun böyüklüyüdür ki, insan oruç tutmaq nəticəsində bu qədər böyüyür ki, hamının dərdini öz dərdi kimi bilir. Və deyirlər, əslində bu zuhur duasıdır. Çünki bir dənə də xəstə qalmasın, bir dənə də problem olmasın, ac qalmasın. Yəni ki, imam zuhur eləsin. Əslində bunu, amma görün hansı formada. Yəni zuhur insanların xoşbəxtliyinə müqəddimədir. İnsanların xoşbəxtliyinə səbəb olacaq. Ona görə o zuhuru sən istəyirsən.